zərfi tapmaq istəyir. Deyin görək. Zərf vurulandan sonra qapıdan əvvəl Nigar içəri girdi. Sonra Nuray dərsi belə danışdı. Siz deyil, mən zərfin altına xəçim. Birinci cümlədə deyin, zəhmət olmasa. Belə. Sən kimsə xəbər? Mənə zərf lazımdır. Sonra əvvəl. Əvvəl. Belə. 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 İndi zəhmət olmasa ikinci cümlələr deyil. Yaz gələndə gecə və gündüz bərabərləşir. Başlayaq, deyil. Yaz gələndə. Hansı zərf? Gələndə. Gələndə yoxsa yaz? Gələndə. Sonra gecə gündüz. Sonra dama göl olar. Zərf tapın. Zərf var, qiyas deyil yox. Dama. Kimdir o? Aha, sən dama dedin. Mahnı qoşa iş görür. Mahnı Qoşa. Maşın dönə siqnal verir. Dönə. Uşaqlar mənə telif anlama. İcazə verin, bunu izahını eləyək sonra. Deyir, zəng vurulandan sonra qapıdan əvvəl Nigar içəri girdi. Sonranı zərf deyirsiniz, səhv edirsiniz. Niyə? Çünki demişik ki, çıxışlı kalın üzərinə əvvəl, bir də sonra gələrsə, bu əvvəl sonra nə olur? Qoşma. Deməli, burada zərf vurulandan sonra, damın üstünə sonra gəlib deyə, bu nədir? Qoşma. Bu zərf deyil. Qapıdan əvvəl Nigar içəri girdi. Burada əvvəl sözü nədir? Qoşma deyil. Çıxışlı kala qoşuluq, düzdür. Çıxışlı kala qoşuluq. Uşaqlara qulaq asın. Çıxışlı kala qoşuluq. Qoşmanın işi nədir? Qoşulmaqdır. Qoşma, qoşulduğu sözdən qopmur. Ondan aralanmır. Ondan ayrılmır. Əgər biz, baxın, bu çağrıştırıcı testdir, yazdığınız tim testlərində də var, qarşınıza çıxıbdır. Yadınızda saxlayın. Əvvəl sonrası, biz belə bir qayda deyirik, bu primitiv qaydadır, bunu hamı bilir. Deyirik, damdanın üstünə əvvəl sonra gələndə qoşmadır, amma onlar müstəqil işlənəndə zərfdir. Əvvəl arxılıqdan sonra hubdir. Aydındır. Əvvəl düşün, sonra danış. Burada zərfdir, amma səndən əvvəl, səndən sonra burada qoşmadır. Amma uşaqlar, əgər, diqqətlə mənə qulaq asın, məntiqə fikir verin, əgər bu əvvəl sonranı damdəndən qopara biləndə, ondan qabağa sala biləndə olur zərf. Baxın, bunu belə deyə bilərəmmi? Əvvəl qapıdan Nigar girdi. Bəli. Bildiniz? Deməli, əvvəl qapıdan Nigar girdi. Deməli, buradakı əvvəl damdənə bitişən deyilmiş. Ona yapışmayıbmış, onunla bərabər deyilmiş. O onsuz da işlənirmiş. Yadınızda da topluluqda var idi, qadının adı yadından çıxıb. Kim xala bağından başqa adamlara da pay verir. Bağından sözünə, qoşulduğuna baxma burada başqan. Orada başqanı bağından sözünə ayıra bilərəm. Məsmə xala başqa adamlara da bağından pay. Deməli, bir də deyirəm. Damdə əvvəl sonraya qoşulanda qoşmadır. Müstəqil işlənəndə zərfdir. Amma bu o demək deyil ki, qələmə tüpürək həmişə çıxışlıqdan sonra əvvəl sonralı qoşma götürək. Neynəməliyik? Onu damdəndən qopara bilirsənsə deməli əslində nədir? Deməli əslində burada nədir? Zərf. Deməli burada olduq zərfimiz. Aha. Uşaqlar, içəri, geri, aşağı, yuxarı onsuz da həmişə zərflər. Yəni bunu düşünməyə dəyməz. Düşünməyə. Yer gəlmişkən, yer zərflərinin digər zərflərdən fərqi nədir? Haraya deyə sual verək. Yox, qızım, Bakıda yaşayırım, harada muz. Deyirəm, yer zərflərinin digər zərflərdən fərqi nədir? Zərflərdən. Bəzən yer zərfləri yeganə zərflərdir ki, təyin ola bilir. Baxın, deyəndə ki, hansı zərf təyin olur? Hamı tezdir, tərz hərəkət, adı necə nəcür ondadır? Xeyr, tərz hərəkət, ağzına necə tərzi hərəkət. Hərəkətin tərzi, o hərəkət harikdir. Bircə yer zərfləri təyin olur. Yuxarı otağı təmizlə, aşağı məhəllə bizimdir. Aydındır. Bircə yer zərfləri təyin olur. Yəni, zərf bütün cümlüz olur desə, hə, olur. Çünki bircə yer zərfi təyin ola bilir də. Yer zərfi mübtədə olur, yer zərfi tamamlıq da olur. Məsələn, ora bizimdir, hara. Məsələn, aşağını göstər, haranı tamamlıq da olur. İndi mənə
Uşaqlar, sonra sözün müstəqil işlənir. Deməli, onsuz da nədir? Zərfdir. Belə. Bunu unutma. Yaxşı mantel olsaydı yazardım. Uşaqlar, bunu unutma. Bax. Bunu unutmayın ki. Bunu unutmayın ki. Bax, elə belə. Bax, bunu qulağınıza sığa eləyin. Bu çox çaşdırıcıdır. İnanın ki, qarşınıza çıxacaq. Elə belə. Heç vaxt zərf olmaz. Heç vaxt zərf olmaz. Bunu unutma. Niyə unutma? Çünki elə belə əvəzlik olar ya da ədat olar. Məsələn, dostları belə ona salam verilir. Hətta aynı əvəzində ədatdır. Elə mən deyəndir. Yəni, məhz mən deyəndir. Ədatdır. Amma elə danış, belə gəl, belə gül, elə qız, belə oğlan. Burada isə əvəzlikdir. Sadəcə zərfə vəziyyə. Bu əvəzlikdir. Elə belə. Neçə illərdir çeynənmiş sual, zərfli sualına cavab verirdi. Hamı çaşır. Elə belə zərf ola bilməz. Bunu bir dəfəlik bil. Yaz gələndə, uşaqlar, anda əlində feili bağlama şəkilçisidir. Zərflə ortaq sualı var, nə olsun? Amma feili bağlama şəkilçisidir bu. Bu feili bağlamadır. Bildiniz mi? Buna zərf deyə bilmərsən. Yaz deyən var idi yerimizdən. Yaz, yay, axşam, səhər, gecə, gündüz. İsim. Nə sualına cavab verəndə isim olar aşağıda. Nə zaman sualına cavab versəydi zərf olar. Gecə, gündüz, nə? Nə? İndicə nə dedim? Dedim, bunlar nə sualına cavab nə götürülür də? İsim. İsim. Gecə də isimdir, gündüz də isimdir. Bir də deyim. Akşam, səhər, gecə, gündüz, yay, yaz, qış. Bunlar nə sualına cavab verəndə isimdir. Gecə, gündüz bərabərləşir. Nə isimdir. Amma o gecə, gündüz çalışır. Nə zaman? Akşam düşür. Nə düşür? İsimdir. Amma akşam getdilər nə zaman? Orduca zərf. Bir də deyirəm. Akşam, səhər, gecə, gündüz. Nə sualına cavab verəndə isim? Nə zaman sualına cavab verəndə zaman? Damar, göl olur. Şəhər. Damara. Nə olur? Damara. Araqla əvəzliyə bəndə nədir bu? Feili bağlama. Bir də yadınızda bir şey saxlayın. Feili bağlama sonuçta bir feildir. Onun feil kimi hərəkət mənası var. Burada damla hərəkət var. Bildiniz mi? Canlıda, məsələn, biz deyirik, uşaqlar, çaparaq, qaçaraq sözü həm feili bağlamadır, həm də ki, sizə zərfdir. Nə vaxt zərfdir? Vurğu fərqlər olanda, vurğu sona düşəndə zərfdir, sonra düşməyəndə feili bağlamadır. Və deyirik ki, çapmaq və qaçmaq hərəkəti varsa bunun canında, məsələn, o atı çaparaq gəldi, o yolla qaçaraq gəldi. Burada həqiqətən o feil, o hərəkət varsa, olur nə? Olur feili bağlı. Çünki hərəkət feildədir. Amma yox, çaparaq bütün işlərimi gördüm. Tələsik mənasında. Tələsik mənasında zərfdir. Aydındır. Deməli, bir edik. Baxın, burada dammaq hərəkəti var. Damaraq feili bağlı. Mahnı qoşaraq, qoş araq. Nədir bu? Feili bağlı. Amma əgər desəydi, qızlar qoşa oturur. Qızlar qoşa oturur. Bu əyləşkədir. Biraz nədən gəlir? Əyləşir. Uşaqlar burada cüt-cüt mənasını verir. Nə mənanı? Cüt-cüt mənasını verir. Cüt-cüt mənasını verəndə olur feili bağlı. Başlayın, feili bağlı. Zərf. Başa düşdünüz, bir də deyiləm. Deməli, əgər qoşmaq hərəkəti varsa, canında hərəkət varsa, qoşaraq deyə bilirsənsə, olur feili bağlı. Yox, cüt-cüt oturub qızlar, qoşa. Burada qoşmaq hərəkət yoxsa canında zərf. Baxın, maşın dönərək, belə dönür. Canında dönmək hərəkət var, görsən. Və yaxud da dönərək deyə bilərsən. Olur nə? Feili bağlama. Amma dönə tapşırdı. Mən bunu dönə oxudum. Bunu sənə dönə demişəm. Dönə da 2 dəfələ başlı 2 yazam ki, yəni 2 dəfəli də. Dönə demişəm. Bu da belə geniş yazım. Dönə dedim. Bunu sənə dönə dedim. Uşaqlar, burada belə dönüb deməmişəm. Belə dönməmişəm. Yəni necə demişəm? Dəfələrlə demişəm. Tapşırmışam. Canında dön, burada oldu zərf. Aydındır. Tikə də belə idi. Məsələn, paltar tikək, ana paltar tikək gözümüzü oxuyur. Paltar tikə. Olur uşaqlar, tikmək hərəkət var. Nə olur? Tikərək. Olur feili bağlanır. Amma onu tikə doğradılar. Əti tikə doğradılar. Tikə doğramaq. Yəni parça, hissə mənasında. Deməli, burada olur zərf. Biz demişdik axı, dönə, qoşa, tikə sözlərini araq əvəzləyəndə feili bağlamadır. Yox, cüt-cütlə, dəfələrlə, hissə, parça mənasında zərfdir. Bunu demişdik. Belə, indi sonra qulaq asaq nəyə? Uşaqlar, bunları bildik, bu asandır. Burada elə bir şey yox. Şimdi dayanır onu.